Qardaş soruşur ki, axşam zikirlərinin edilməsinin ən üstün və ən fəzilətli vaxtı hansıdır? Ümumiyyətlə, qardaşlar, səhər və axşam zikirləri insanın və müsəlmanın üzərində həris olması lazım olan əməllərdən biridir. Hansı ki, onunla Allah Əzzə və Cəlləni yad edər, bununla böyük əcirlər qazanar, Allahı xatırlayar və həmçinin Allahdan ona qorunması hasıl olar. Allah Əzzə və Cəllə o zikirlərin edilməsi səbəbi ilə onu şərlərdən, fitnələrdən, bəlalardan və digər pis şeylərə düşmədən Allah Əzzə və Cəllə onu qurtarar və qoruyar. Səhih olan odur ki, səhər və axşam zikirlərinin mühəddəd, yəni müəyyən bir vaxtı var. Müəyyən bir təhdid olunmuş vaxtı var. Alimlər bu barədə ixtilaf etmişlər, qardaşlar. Alimlər bu barədə ixtilaf etmişlər. Səhər zikirlərinin vaxtı fəcrdən sonra günəş çıxana qədər ən üstün olan vaxtıdır. Lakin bəzi alimlər duha vaxtının bitməsinə qədər həmin səhər zikirlərinin edilməsinin icazəli görüb. Lakin müsəlman həris olmalıdır o zikirləri eləməyə, günəş çıxana qədər onları bitirməlidir. Hansısa bir səbəbdən, üzürlü səbəbdən edə bilməsə, səhih odur ki, duha vaxtının bitməsinə qədər həmin zikirləri edə bilər və duha vaxtının bitməsi də zöhrdən təxminən 30 dəqiqə əvvələ qədər olur. Axşam zikirləri haqqında isə alimlər deyiblər ki, qardaşlar, asr namazından sonra, asr vaxtından sonra məğrib vaxtına qədərdir. Və bəzi alimlər isə demişlər ki, gecənin 1/3-ə qədər zikirləri, axşam zikirlərini edə bilər. Lakin yenə də əvvəldə dediyimiz kimi, insan həris olmalıdır hər bir şey öz vaxtında gətirməyə, hər hansısa bir üzürlü səbəblərdən, əgər bu zikirləri edə bilməzsə, məğribdən sonra da gecənin 1/3-ə qədər həmin zikirləri edərsə, burada heç bir işgal, heç bir problem olmaz Allahın izni ilə. Ən səhih və ən racih qovlə görə. Allah daha gözəl bilir.